Binəqədi rayonunda məktəbdə bu gün baş verən hadisə ilə bağlı yeniyetməni ən çox 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Hadisənin maddəsi nədir? Bizim güman etdiyimiz odur ki, 29.120.1 və yaxud da 29.120.2-ci maddənin hər hansı bir bəndi ilə şəxs təqsirləndiriləcək. Yəni, qəsdən adam öldürməyə cəhd. Bunun sadə olması, xuliqanlıq niyyəti ilə olması və yaxud da ümumi təhlükəli üsuldan olması istintaqın gedişindən müəyyən olacaq. Əgər şəxs kifayət qədər uzun məsafədən ümumi təhlükəli üsulla digər şəxslərə də xəsarət yetirə bilmə ehtimalını nəzərə almaqla güllə atıbsa, bu ümumi təhlükəli üsuldan olacaq. Hər hansı bir səbəb olmadan məktəbdə atəş açırsa, müəllimə hədəf alırsa, bu xuliqanlıq niyyəti ilə də ola bilər. Yəni, şəxsin özünün uydurduğu səbəb, fantaziya. Məsələn, ola bilər ki, məktəbdə müəllim şagirdlər dərslərini evdə etməsini tələb edə bilər. Şagird bunu özünə qarşı pis qəbul edir. Belə olan halda bu xuliqanlıq niyyəti ilə qəbul edilən cinayət hesab oluna bilər.